Quranda və sünnədə varid olan ləfzləri deməkdə heç bir problem yoxdur. Nə işgəl var, nə problem var. Məsələn, sən deyirsən ki, Allah subhanahu və teala səmadadır. Düzdür? Bir halda ki, Allah Quranda özü deyib, o səmadadır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyib ki, Allah səmadadır. Nususda varid olan şeyləri demək qəbahət deyil, eyb deyil, naqislik deyil. Problem yoxdur. Əslində, qardaşım, xoşbəxtçilikdir. Əslində, həqiqi imandır. Düzgün yol da budur. Sən Quranda olan ləfzdən kənara çıxmırsan. Quranda nə varid olub, onları deyirsən. O mənanı isbat edirsən. Rahatsan. Çünki Allah deyib özü haqqında. Peyğəmbər deyib Allah haqqında. Ona görə heç bir problem yoxdur. Deyirsən ki, Allah səmadadır, ərşin üzərindədir. Bunlar hamısı bir mənadır. Yəni, uluv. Allahın ucalıq sifəti var. Allah zatı olaraq ucadır, subhanahu və teala. Səma deyəndə ucalıq qəsd edilir. Ərşin üzərindədir. Ona görə Süleyman Ət-Teymi rahiməhullah tabinlərdən olub. Tabiin. Təsəvvür elə axı, səhabə görmüş adamdır. Deyir ki, "Ləv suiltu eynəllah ləqultu fissəmə." Məndən soruşulsa ki, Allah hardadır, deyərəm səmada. Niyə? Quranda olan ləfsi deyir, heç bir problem yoxdur. Quranda olan ləfsi deyir. Yəni, demədi ki, məsələn, bu cəhmiyyələr, əşarilər, mətrudilər, rafizilər kimi, məsələn, demədi ki, məndən soruşulsa ki, Allah hardadır, deyərdim ki, mövcudun bilə məkan, məkansızdır. Deyərdi də belə. Axı, sizə görə səmadadır demək, məkan verməkdir, mücəssiməlikdir, Allaha cisimləşdirməkdir və s. bu kimi şeylər deyirlər. Niyə demədi? Çünki Quranda varid olan şeyi deyir. Heç bir qəbahət yoxdur və səhih də olan budur. Amma məsələn, o insanlar o bidət əhlinə fikir verir, soruşanda ki, Allah hardadır, deyir, Quran ayələrinin bütün hamısının üstündən keçir, hədislərin hamısının üstündən keçir, 3 xeyirli nəsildən gələn nəqillərin, rəvayətlərin hamısının üstündən keçir, hamısını vurur divara, deyir, bunlar hamısı boş şeydir, Allah məkandan münezzəhdir. İndi burada bir sual çıxır. Sizin o dildə dediyiniz şuar var, Allah məkandan münezzəhdir. Bax, məsələn, mən hər dəfə deyirəm, bütün bidət əhli hamısı aləmə car çəkir. Allah mövcudun bilə məkan, Allah var, məkansızdır, düzdür. Bu cavab var, Allah hardadır sualını veriləndə cavab olaraq Allah var, məkansızdır. Bu cavab kim deyib? Bilə məkan, harda gəlib? Kimin sözüdür? Hətta siz bar-bar bağırırsınız, aləmə car çəkirsiniz. Adama bunu deyərlər. Cavab vermirsən, o cavabı heç kim deməyib. Nə Allah deyib özü barəsində, nə Peyğəmbəri deyib onun barədə, nə sahabələr, nə tabinlər yoxdur. Fəlsəfədir. Kəlam əhlinin dinə gətirdiyi bidətdir. Ona görə biz hər dəfə deyirik qardaşlarımıza ki, yəni, əslində bu əqidə ilə insan fəxr eləməlidir. Niyə? Çünki kitaba söykənir, hədislərə söykənir. Xoşbəxt adamsan, Allahın öz dediyini deyirsən Allaha. Peyğəmbərin Allaha dediyini deyirsən. Bundan yaxşı heç nə yoxdur. Təsəvvür elə, mən hər dəfə deyirəm qardaşlara, qiyamət günüdür, Allahın huzurundasan. Allah subhanahu və teala sənin etiqadını soruşur, əqidəni. Sən nə etiqad etmirsənsə, Allah barəsində, onun zatı barəsində, düzdür, adları, sifətləri barəsində, sən cavab verəcəksən Allaha. İndi iki insandır, biri sünnidir, biri bidətçidir. Sünni deyir, Allah səmadadır. Bidətçi deyir ki, Allah məkandan münezzəhdir, yaxud hər yerdədir, yaxud hər hansı bir cavab, düzdür. İndi insaf əhli olsan, bir insana deyirəm ki, bu ikisindən biri hansı olmaq istəyərsən Allahın yanında həmin gün? Allah Teala sünnidən soruşur ki, sənin etiqadına görə mən hardaydım? Sünni deyəcək ki, ya Rəbbi, kitab nazil etmişdin, Quran.
orada demişdin ki, ərşin üzərində, ərşə istiva etmisən. Mən də etiqad elədim ki, Rəbbim ərşə istiva edib. Sənin dediyini dedim. Düzdür? Var bu. Biri də var ikinci bidətçi. Allah Teala soruşur ki, mənim haqqımda, mənim harda olmağım barəsində etiqadın nə idi? Deyəcəksən ki, Allahım, sən kitabda nazil etmişdin ki, sən ərşin üzərindəsən. Amma mən inana bilmədim buna. Mənim ağlıma sığmadı. Mən bunu deyə bilmədim. Və mən sənin dediyin sözün əksi olaraq dedim ki, Peyğəmbərin dediyi sözün əksi olaraq dedim ki, sən varsan, məkandan münezzəhsən. İndi insaf əhli olsa mömin, hansı etiqadla Allahın qarşısına çıxmaq istəyərsən? Təbii ki, birinci etiqad səlimdir, yəni. Allahım, sənin dediyini dedim. Ona görə Allahın dediyi sözü deməkdə heç bir problem, heç bir işgal yoxdur. Bütün Quran ayələri hamısı dəlalət edir ki, Peyğəmbərin hədisləri dəlalət edir ki, Allah səmadadır. Amma o fəlsəfəyə, məntiqə, kəlam elminə baş vuran insanlar, onlar deyirlər ki, Allah hər yerdədir, yaxud Allah məkandan münezzəhdir, Allah nə yerdədir, nə göydədir, nə sağda, nə solda, nə aləmin daxilində, nə xaricində. Əl-mühim yoxdur Allah. Ona görə bunlar hamısı sonradan çıxan bidətlərdir. Sahabələr belə şey bilməyiblər. Bizim bu barədə dərsimiz var, kanalımızda yerləşdirmişik. Sahabələrin sözləri, Peyğəmbərin hədisləri. Sən təsəvvür elə, əxi, vallahi, açıq aydın ləfslər var. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ər-Rahimuna yarhamuhumur-Rahman, irhamu mən fil-ard, yarhamukum mən fis-səmə. Siz yerdə olanlara rəhm edin, göydə olan sizə rəhm etsin. Allahu akbar, sarih. Yerdə olana rəhm etməyən, göydə olan da ona rəhm etməz. Yaxud, məsələn, möminlərin anası Zeynəb radiyallahu anhə deyir ki, fəxr edirdi digər xanımları, Peyğəmbərin digər xanımlarına deyirdi ki, mən bu barədə danışmışam çoxlu. Deyir, sizi deyir, ailəniz, əhliniz evləndirdi, məni deyir, 7 qat səmanın fövqündə olan Allah evləndirdi. 7 qat sahabə qadının etiqadı və Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişəndə Əbu Bakır gəlir, girir yanına, deyir ki, üzündən öpür, bir neçə söz deyir, ey insanlar, Muhammədə ibadət edənlər bilsin ki, Muhammed ölüb, amma kim Allaha ibadət edirsə, bilin ki, o səmadadır, ölməzdir. Subhanallah, sahabələrin etiqadı. İndi təsəvvür elə, Əbu Bakır bunu bütün sahabələri, insanların içərisində deyir söz. Bir nəfər sahabə çıxıb demir ki, Allah səmadadır deyirsən, məkan verirsən Allaha. Yəni, bunlar belə bədbəxt insanlardır, yəni. Nususu aşırlar. Meyrac hadisəsidir. Meyrac hadisəsi açıq, aydın, sarih dəlildir, qardaşım. Yəni, sən təsəvvür elə, Meyrac günü, İsra gecəsi, o Meyrac günü yoxdur, o günü bidət əhli bayram edir, halva yeyirlər. Meyrac, Peyğəmbərin Meyraca qalxma gününü bayram edirlər. Rəcəb ayında da deyirlər, filan, bu kimi şey bayram edirlər. Etiqad edirlər ki, Allah səmada deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm Meyrac günü, İsra gecəsi, Meyrac günü qalxmışdı Rəbbinin yanına. Hara getmişdi səmaya? Ucalıq, uluv, yuxarı. Yəni, Allah göydədir, yəni. Lakin o, bilirsən, mən hər dəfə deyirəm, qardaşım, söhbət bu deyil, ayələr var, hədislər var, sahabədən əsərlər var. Söhbət odur ki, onların bidət əhlinin əsas sütun qayda olaraq sistemləri var. Sistem. O sistem nədir? Əql nəqildən qabaqdadır. Bunu diqqətlə qulaq asırsan, qardaş. Əql, ağıl. Nəql, Quran, sünnə, ondan qabaqdadır. Yəni, bütün əşari alimləri, bütün bidət əhli, kəlam əhli alimləri, onlar öz kitablarına təqrir ediblər. Nəyi? Biz baxırıq. Fikir verin, belə də deyiblər, vallahi. Biz baxırıq. Nususa, kitaba, sünnəyə. Görürük. Orada Allah haqqında gələn şeylər yoxdur. İlahiyyat mövzusu, yəni. O əhkamlar falan yox. İlahiyyat, Rabbani, o əqidə, təvhid, etiqadla bağlı. Baxırıq, biz onu tutuzdururuq əqlə, vururuq əqlə. Çünki niyə vurur əqlə, niyə qaytarır əqlə? Burada incə bir məqam var. O, nususda varid olan şeylər zəndir, ehtimal, təxmindir. Amma əql qətidir. Əql qətidir. Onda burada kimin əqli dəlildir? Əqillər müxtəlifdir. Biz bu sualı veririk onlara. Bu sualı biz veririk əslində onlara. Onlar qaytarırlar
Aristotelin əqlinə, Əflatunun, fəlsəfəçilərin əqillərinə. Neyniyiblər? Deyiblər ki, əql qəti olduğu üçün, nusus, ayə, hədis, zənn olduğu üçün bizim variantımız yoxdur. Biz zənni qaytarırıq əqilə, tutuzdururuq. Müvafiq olsa qəbul edirik, müvafiq olmasa qəbul etmirik. Ona görə baxıblar, görüblər ki, Allah Taala özü barəsində dediyi şeylər əqillə düz gəlmir. Ona görə hamısını inkar ediblər. Və özlərindən bir söz uydurub deyiblər ki, Allah mövcudun bilə məkan. Bu sistem bunu tələb edib. Başa sala bildim? Sistem bunu deyib. Variantları yoxdur. Yol budur. Bu cür izah ediblər əqidə kitablarında. Ona görə əhl-i-sünnədən bidət əhlinin fərqi, o əşarilərin, mətrudilərin fərqi hardadır? Əhl-i-sünnə, sələf-i salih, əqidəni qurur, götürür. Necə? Baxır, etiqad edir. Hə, baxdı, Allah öz barəsində deyib, etiqad etdi. Əqidəni kitabdan götürdü, sünnədən vəhiyyəni götürdü və inanc qurdu, düzəltdi özünə. Bu əhl-i-sünnədir. Amma bir də burada nə ediblər əhl-i-sünnə? Sən götürürsən. Sənin əqlivə müvafiq oldu, müvafiq olmadı, sən qəbul edə bildin, qəbul edə bilmədin, fərqi yoxdur. Madəm ki, təslim olursan. Niyə? Madəm ki, Allahın sözüdür, Rəsulunun sözüdür, vəhdir və salam. Çünki Peyğəmbər, Allah Taala Quran-ı Kərimdə deyir ki, Peyğəmbəri haqqında, əgər mən doğru yoldayamsa, fikir ver, əzəmətli ayədir. Bu mənim Rəbbimin mənə vəhy etdiyinin sayəsindədir. Allahu Akbar. Mən Rəbbimin mənə vəhy etdiyi şeylərə əsasən mən doğru yolda olmuşam. Deməli, doğru yol vəhiydir. Mən də vəhyə baxıb əqidə götürmüşəm, qurmuşam. İndi bu əqidəni qəbul etmirlər. Deyirlər, yox, sən əqidəyə, kitaba baxıb əqidə qura bilmərsən, sən əqillə Allah tanımalısan. Ona görə böyük imamların, məsələn, vallahi Fəxrəddin Razi, böyük əşari alimidir də, onun öz təfsirində deyir ki, müstəhil, mümkün deyil ki, sən Allahı vəhy ilə tanıyasan, Quranla tanıyasan, mümkün deyil. O ayə var, zəlikəl kitabu, əlif lam mim, zəlikəl kitabu la raybə fihi hudən lil-muttaqin. Bəqara surəsinin əvvəli. Müttəqilər üçün hidayətdir. O hidayət sözünü şərh edir, Razi şərh edir. Deyir ki, hidayət də başqa şeylərdə. Dinin o əhkamlar yoxdur, öyrədir, hidayətdir, irşad edir. Allahı tanımaqda hidayət kitabı ola bilməz deyir, müstəhildir deyir. Vallahi bu cürdə deyir. Niyə? Çünki sistem qoymur. Onların bir qurduğu qanun, bu sistem, nizam yoxdur, o icazə vermir. Ona görə də bütün Allahın sifətlərini inkar ediblər, Allahın göydə olmasını, səmada olmasını inkar ediblər. Amma biz, əlhamdülillah, biz təslim olmuşuq kitaba, təslim olmuşuq sünnəyə və vəhiylə tanımışıq Allahı. Allah subhanahu wa ta'ala özü barəsində nə xəbər veribsə, biz hamısını onu deyirik. Və 3 nəsil hamısı icma ediblər ki, Allah subhanahu wa ta'ala səmadadır. Və səmada deyəndə ucalıq mənası qəsd edilir. Əhl-i-sünnə və cəmaət səma deyəndə, yəni burada, sağda, solda belə məkan vermirik. Səma, yəni bu göy, bizim bildiyimiz başımızın üstündə olan səma yox. Səma ərəb dilində uluv mənasındadır. Ərəb dilində səma ucalıq deməkdir. Ucalıq mənasındadır. Quranda da bu işlənir. Yəni Allah Taala bütün məxluqatının fövqündədir. Yəxafuna rabbahum min fawqihim. Üzərlərində olan Rəbbindən qorxurlar. Fövqlərində olan, fikir verin, fövqlərində olan Rəbbindən qorxurlar. Yəni Allah subhanahu wa ta'ala bütün məxluqatının fövqündədir, yəni üzərindədir, yəni ucadadır subhanahu wa ta'ala. Amma onlar nə deyiblər? Deyiblər ki, bunu demək, məna vermək, məkan verməkdir. Hansı məkan? Yuxarı. Yuxarıda məkandır axı. Sağda məkandır, solda, hər yer və istiqamətlərdən biri də şeydir, cəhətlərdən biri də yuxarıdır axı. Yuxarı da cəhətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm o necə deyir xütbə verən zaman ömrünün axırında Allahümmə şəhəd sahabələrinə deyir ki, mən sorumluyam sizdən. Deyin görün, mən çatdırdım yoxsa yox? Deyirlər ki, sən çatdırdın hər şeyi. Deyir, Allahümmə fəşhəd. Əlini, barmağını hansı istiqamətə işarə edir? Yuxarı. Düzdür? Bunlar da deyiblər ki, yuxarıda.
məkandır. 4 istiqamətin 4-ü də. Aydındır? Biz də deyirik ki, sən o bildiyin məkandan məxluq olan məkan yoxdur. Hansı ki, məkan məxluqda axı yaradılıb. Biz demirik Allah Subhanahu va Taala məkandadır, məxluq yaratdıqlarının daxilindədir. Yox. Biz fövq, yuxarı deyəndə, ucalıq deyəndə ərşin üzəri. Biz artıq bütün məxluqatın, artıq orada məxluqat yoxdur, yəni məxluqatının fövqündədir. Bunu da özü deyib deyə biz belə xəbər veririk Allah barəsində. Məkandır, məkan deyil, falan bu kimi şeylər. Bu artıq fəlsəfədir, cəhətdir, təhayyüzdür, nə bilim, məkəndir. Bunlar giriblər hamısı bu kimi şeylərə və nəticədə nususu rədd ediblər. Yəni təsəvvür elə, nəticədə nusus rədd olunub. Nəticədə ayə rədd olunub. Ayə inkar edilib. Ona görə bu təhlükədir. Hər bir halda bütün əhlüsünnə alimləri icma ediblər ki, Allahın səmada olmasını inkar edən kafirdir. Çünki Quranın ayəsini inkar edir ona görə. Bu qədər.